Deyirəm, havalar isinib, əsl istirahətin vaxtıdır. İstədiyiniz istiqamətə ən uyğun biletləri aviasas.az-dan əldə edə bilərsiniz. Çünki Aviasas bilet satmır, ən ucuz bileti tapır. Salam millət, necəsiz? Mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Arxa fondan da bildiyiniz kimi biz Prime Tuning'dəyik yenə və bizim M4 CS-imiz artıq hazırdır. Dünyamindən təhvil aldıq. İstəyirəm maşında sizə göstərim və bir-iki dənə suallara da elə bu videoda cavab verəcəm. Bəli. Gördüyünüz kimi avtomobilimiz artıq hazır. Bütün dəmirçi, malyar, bu işlər görüldü. Başqa nə, harda zazor-mazor vardı, onlar da həll olundu. Əsas məsələ, kusok rəyləmişdi deyə burada perikodun izləri var idi. Bilmirəm, o izləri siz indi görə biləcəksiniz, yoxsa yox. Düşünürəm ki, görə bilməyəcəksiniz, çünki yəni, çox qəşəng çıxıb, yəni çox xoşuma gəldi. Arxa hissəsini də göstərim. Spoiler'ı vuracağıq, M4 CS logosunu da taxacağıq, amma biraz səbirli olmaq lazımdır. Ona hələ var. Ümumi ab-hava bu vəziyyətdə gördüyünüz kimi. İndi mənə lipi soruşacaqsınız ki, qardaş, bəs alıb bilik. Bəs lip hanı, lip nə oldu, lipi düzəldə bildiniz, düzəldə bilmədiniz? Yəni onu da sizə göstərim. Deməli, lip hazırdır. Lip hətta deyim ki, çoxdan hazırdır. Sadəcə maşının hazır olmağını gözləyirdik. Lip əlimizdə. İndi gözdə qoyun burada səliqəli bir yerə. Bu da bizim lipimiz. Bildiyiniz kimi öncədən bir papıtka eləmişdik. Yaxşı alınmamışdı, orada kusok görünürdü. Daha sonra Prime Tuning'də Fərid Ustaya biz işimizi təhvil verdik. İşimizi deməyim daha doğrusu, lipi təhvil verdik. O da işi necə görmək lazımdırsa, hansı qayda qanunla eləmək lazımdırsa, o formada da həll elədi, bizə təhvil verdi. Yəni, zbor karbonla yeniləndi bizim lipimiz, gördüyünüz kimi. İndi maşının üstündə düzdür, duruşu tamam başqa cürdür. Amma belə, nə deyim sizə, uzoru, xətti. İnşallah maşını götürürük, Prime Tuning'dən sağollaşdıq, amma yəqin ki, yenə gəlib gedəcək. Yaxın günlərdə də yəqin lipi, spoiler'ı və M4 CS logosunu artıq maşının üstünə taxmış olacaq. Odur ki, davam edirik. Maşınımızı götürdük Prime Tuning'dən, birbaşa gəldik Z-Kartelə. Z-Kartel bizim köhnə dostumuzdur. Yadınızdadsa, Carcair-də var, digər əvvəlki filialı olaraq. Hal-hazırda da fəaliyyət göstərir, amma biz Z-Kartel filialına gəlib çıxmışıq. Avtomobilimiz buradadır. Niyə bura gəldik? Çünki avtomobilimizin profesional polirovkası, ximçiskası, yəni kimyəvi, bütün təmizliyi falan hamısı burada olunacaq. İndi deyə bilərsiniz ki, Prime'da niyə eləmədim Fəxri? Orada elə bir xidmət yoxdurmu? Təbii ki, var. İşlərin çox yaxşı görürlər, amma maşını alan gündən Z-Kartel dedi ki, onun polirovka ximçiskası mənlikdir, pis danışdıq. Ona görə söz vermişdim, sözümün üstündə də dururam və öz yerim kimi. Düzdür, Prime'da artıq doğmalaşdı mənim üçün, belə deyərdim. Nəysə, gəldik Z-Kartelə, maşını da sizə göstərim. Deməli, maşının polirovkası olunacaq. Ona görə, yəni bilirsiniz ki, lipi zadı ona görə taxmamışıq. Polirovkası olacaq, ximçiskası olacaq. Ximçiska hissəsində isə mənə ən çox narahat eləyən bu bizim M-Performance sükanımız bildiyiniz kimi Zavodskoy Alikantara ilə gəlir. Amma bu Alikantara yolda gələ-gələ, nə bilim, evakuator şoferləri, nə bilim, konteynerə mindirəndə, orada, burada o qədər yağlı əllər dəyib ki, artıq öz effektini itirib. İnşallah bunu diriltməyi planlaşdırırıq. Tək o deyil, bizim interyerdə Alikantara çox detallar var. Misal üçün, sükanımız, misal üçün, qapının üzləri, orta barımız, burada misal üçün, CS yazımız falan var. Orta konsolumuz falan, bunlar hamısı təmizlənəcək və bundan savayı bizim oturacaqlarımızın iç hissəsi də belə göstərim sizə. Buralar da hamısı Alikantaradır. Bunlar hamısı təmizlənəcək. Ona görə M4 CS logosunu falan elə taxmamışıq, yəni bu paroqu falan bura. Maşında ümumi vəziyyət belədir. İndi çalışacağım ki, vaxtaşırı da gəlin bura. Polirovka hissəsini də sizə çəkim göstərə bilim. Polirovkadan sonra, ximçikadan sonra artıq son toxunuşlar olan M4 CS logomuz və arxaya spoilerimiz gələcək. Belə, maşın buradadır. 2-3 gün artıq avtomobili Z-Karteldən təhvil almağı planlaşdırırıq. Dayanmırıq. İşlər davam edir.
Avtomobilimizi görürsünüz arkada. Polirovka işi artıq bitib. Məncə artıq oradan biraz hissələrdən, qısaqlardan siz də gördünüz, başa düşdünüz. Kimyəvi təmizləməyə də demək olar ki, bitirmişik. Bir-iki dənə orada-burada işlər qalıb. İstəyirəm avtomobili də sizə göstərim. Kapotumuzun altı təmiz idi zaten. Polirovkadan falan sonradan o belə deyim, pastanın ləkəsi, izi falan qalmasın deyə təmizləyiblər. Gördüyünüz kimi yüksək səviyyədə. Kapot danışır, kapot heç. Bunu örtək və ümumi avtomobilin vəziyyətini sizə göstərim. Yəni, ümumi belə desəm, avtomobil 2019-cu ilindir, 6 ilin maşınıdır və Amerikada bizdə kim baxmırlar bu maşınlara. Ona görə də ümumi ağ rəngdə necə izah eləsəm, biraz saralma kimi bir şeylər hiss eləmişdim. Çünki təzə detal rəylənir, misal üçün kapot rəylənir, bumper rəylənir, çox ağdır rəngi, amma bizim ümumi rəngdə biraz sarılıq var idi. Demişlər polirovka nə həll olacaq, elə də oldu. Ümumi avtomobil profesional polirovka olandan sonra artıq rəng seçilməsi falan hamısı bitdi. Ümumiyyətlə desək, o ağ rəngin üzərində olan sarılıq mı deyim, kir mi deyim, onlar hamısı çıxıb getmiş oldu. Yəni, vəziyyət belə. Dama kimi hamısı polirovka olunub, luzorları yəqin ki, siz görə bilirsiniz bu formada. Karteldən çıxandan sonra yaxın günlərdə avtomobili aparacaq başqa bir yerə, onu da sizə göstərəcəm. Orada artıq optikamız və dama PPF əlavə eləyəcək ki, bu damda zaten məndən əvvəlki yiyəsi bəzi cızıqları qoyub gedib. Belə deyim, belə baxanda bəzi burada bir-iki xəttlər tapa bilirsiniz. Düşünürəm, həm PPF bunu qoruyacaq, iləriki illərdə daha çox cızılmasın deyə, həm də ki, bu cızıqları düşünürəm ki, PPF də biraz pakrivat eləyəcək, elə düşünürəm. Arkada da vəziyyət eyni ilə gördüyünüz formada, maşın maşallah par-par yanır. Yəni, ağ rəngi olmasına baxmayaraq çox qəşəng parıldayır, onu deyə bilərəm. Nə işimiz qalıb? Misal üçün, plyonkaları söktük, arxa, yan tərəf, amma plyonkanın gördüyünüz kimi kleyləri qalır buralarda. Bir dərman var, xüsusi bir dərmanla içəridən o kleyləri də siləcəklər ki, biz tam istədiyimiz o akvarium görüntünü alaq. Yəni, vəziyyət belədir, üzümüz gülür. Çünki neçə aydır avtomobilin texniki vəziyyətindən çox dəmirçi, malyar işi ilə məşğul uyduq. Disklərin əylənməsi, təzə təkər almaq falan, bax, bütün bu prosedurların hamısını sizinlə birlikdə aylar ərzində həll elədik, yoluna qoyduq. Amma indi artıq avtomobil öz görüntüsünü verməyə başlayır. Çünki hal-hazırda biz artıq kosmetik işlərlə məşğuluq. Orası parıldasın, burada kir var, onu təmizləyək, içini təmizləyək, çölünü təmizləyək. Beləncəsinə davam edirik və ən çox sevdiyim hissədəyik hal-hazırda kosmetik görüntü, vizual olan məsələlərlə əlləşirik. Vizual demiş ki, yəni keçək interyerə, avtomobilimizin interyerində sizə göstərmək istəyirəm çünki. Açan kimi dərhal sükan bizi qarşılayır. Çünki bu sükanı mən heç vaxt belə təmiz görməmişdim. Yəni, fikir versəz, rəngləri ilə olan saplar hamısı öz rənginə qayıdıb. Yəni, bildiyiniz adam olub da sükanı, bil tədəsin yerləşdiriblər. Gözlüyün hətta belə bu formada da sizə göstərim. Yəni, misal üçün, buralar çox belə qabıq qoymuş kimi idi. Yəni, yağ var idi, kir var idi, hər şey var idi bu yazıq Alcantara üstündə. Hətta sizə desəm, bir moment özüm düşünürdüm ki, bu Alcantara artıq vaxtını doldurub, yəni bundan adam olmayacaq. Bunu yəqin ki, dəyişəcəyik, üzləyəcəyik. Üzləmək də çox asan deyil bu sükanı. Çünki fikir versiniz, burada gizli bizim düymələrimiz var sağda, solda. Hansı ki, bizim bu monitorumuzu idarə etmək üçündür. Amma şükür ki, artıq o söhbətlərə ehtiyac qalmadı. Sükan çox qəşəng olubdur. Yəni, əl vurursan hissiyatı möhtəşəmdir. Onu deyim sizə. Sonra, buralar da Alcantara olduğu üçün fikir verirsiniz, təmizləndi hamısı. Üstündə yüngül var, nəsə toz deməyim, nəsə balaca nəsə görə bilərsiniz. Amma onlar da axırıncı pilisos işindən sonra onlar da artıq qalmayacaq. Qaldı ki, bu tərəfdə fikir verirsiniz, bax, burada da Alcantaralar özünə gəlib. Oturacağı göstərəsi olsa, oturacaqlarımız matdaşıb, yəni zavoddan, salondan alanda necə etsə, öz rənginə qayıdıb. Çox qəşəng iç hissələr də Alcantaradır, bunlar da təmizlənib sağ-sol olaraq. Yəni, biraz
Tutacın parıltını siz hiss eləyə bilirsiniz, amma yaxından məncə baxsaz o matlığı tuta biləcəksiniz. İndi işıq belə vurur deyə biraz parıltılı görünür, amma gözlə baxanda həqiqətən matlaşıb. Çox qəşəng. Hətta abifqanın üstündə qol söykəmək üçün olan yer də təmizlənib. Ümumi, yəni iç çöl poluna kimi, xalçasına kimi hamısı təmizlənib. İndi bunu da çox dala veriblər. Hə. Baxın, bu formada da arxanı sizə göstərim. Düzdür, arxada çox belə işimiz yoxdur, arxa çox kirlənmir, amma bütün filmçiskə işi hamısı görülüb. The next day. Üçüncü günümüzdəyik. Düzdür, bugün artıq bir şey qalmayıb. Bugün gəlmişik M4 CS-i karteldən təhvil almağa. Avtomobilimiz arxada görürsünüz. Son halında istəyirəm sizə göstərim. Gördüyünüz kimi avtomobilimiz tam polirovka olundu. Yəni parıltısı bilmirəm nə dərəcədə görünür, amma gözlə maşın yanır. Bildiyin yanır da yəni. Amma ümumi bir də ətrafında da gəzim sizin üçün. Yəni halı vəziyyət bu formada. Bunları soruşa bilərsiniz. Bir həftəyə falan artıq Bakıda olmalıdır. Bunları da taxacaq yerinə. Spoiler lipi artıq indən belə taxa bilərik. Bir də nə qaldı? Bu hissədə olan plyonkanın kleyi burada əl girmir, amma PPF-i görəndə artıq buranı da təmizlətmiş olacağıq. Məsələ bu formada. İndi keçək istəyirəm, interyeri də sizə göstərim. Abifqa tərtəmiz, Nitolka abifqa, yəni içəri bildiyin salafan maşındır da elə bil. Yəni belə də göstərəsi olsam, gördüyünüz kimi, yəni bu dərinin matlığını məncə siz də görə bilirsiniz. Bunu da taxaq yerinə. Sükan, əsas məsələ. Üf. Yəni sükan millət. Gördüyünüz kimi Alicantara yəni özünə gəldi. Necə lazımdır özünə gəldi. Konfet. Sizin də avtomobilinizə kimyəvi təmizləmə, professional polirovka və bundan savayı sadəcə detallı yuma, yaxşı avtomobil yuma yeri axtarırsınızsa, karteli və yaxud da ki, Karker sizə məsləhət görə bilərəm. Aşağı hissədə də Instagramları çıxacaq. Oradan da daxil olub tanış ola bilərsiniz. Avtomobilimizi götürək, gedək. 72 hours later. Salam millət, qaldığımız yerdən davam edirik. M4 CS-i bugün hotlayırıq. Gedirik, 1-2 dənə yer var. Oraları sizə də göstərəcəm. İstəyirəm ama ilk növbədə maşınımızı işə salaq. Maşınımızı işə saldıq. Gəlin, bagajdakı veşləri sizə göstərim. Çoxdan soruşurdunuz, maraqlanırdınız. Gəlin göstərim. Deməli, bu mənim sumkamdır. Buna fikir verməyin. Ön lipimiz burada. Bu isə gördüyünüz sağ-sol paroqlardır. Qapının bu hissəsində olur. Onları bugün taxacağıq. Lipi taxmalıyıq, spoileri taxmalıyıq və qismət olsa M4 CS logomuz da bura gəlmiş olacaq. Amma ondan əvvəl bir problemimiz var idi. Bax, o problem də hal-hazırda bizi qarşılayır monitorda. Gördüyünüz kimi təkərin daçiki burada da yanıb sönür. Onun üçün də belə bir həll yolu tapdım millət, onu da qeyd edeyim sizə. Deməli, təkərin içində olan daçikləri adətən cəmaat alır, işlənmiş ölüxanadan falan. O da bir müddət işləyir ya işləmir. Daha sonra təzdən almalı olursunuz. Yenisini maraqlandım, yəni belə bir formada bir şeydir. Yenisini maraqlandım, Bakıda 220 manat idi. Xırda bir axtarışla eBay-dən 4 dənəsini, baxın BMW qrupun logosu ilə 4 dənəsini aldıq, 80 dollara səhv eləmirəmsə. İndi gedirəm Camalın yanına, 4 dənə deyib niyə 2 dənə göstərirəm? Çünki qalanı zapas olaraq almışam. Bunu da 2 dənə niyə götürdüm ki, birdən biri bıraksa da olsa, ikinci bizi vəziyyətdən çıxartsın, birdən də ehtimal olaraq. Sözümü nəyə gətirirəm? İndi gedirəm Camal Usta'nın yanına bu daçik məsələsini həll eləməyə. Əgər bu daçik işləsə, bunun da linkini aşağıda descriptionda yerləşdirəcəm. Bu bir reklam falan deyil, yəni mən yararlandım, istəyərəm siz də yararlanasınız. Bakıda biri 220 manatdır, orijinal. Mən eBay-dən 4-ün 80 dollara aldım, orijinal. Bu belə. Lipin də bir ucu buradan çıxıb gördüyünüz kimi. Yəni, aşağı, yuxarı vəziyyət bu formadadır. Hə, bir də təzə problemimiz çıxıb, millət, onu da qeyd edeyim. Patpres çartlayıb.
bilmirəm, kiminsə gözü dəydi, izləyicilərdən və yaxud məndən xoşu gəlməyən kiminsə, bilmirəm. Allah canı sağ eləsin, amma qoy göstərim. Mən özdə birinci səfərdə belə bir şeylə qarşılaşıram. Nəyə görə deyirəm? Çünki bu çat, gözdən göstərə bilmirəm. Baxın, bu. Buradan gedir, çıxır beləsinə. Yəni, bu çat içəridən də özdə, yəni buradan dırnaq ilişir, amma çöldən eləyəndə ilişmir. Nəsə, bunu da yəqin ki, təmir elətdirəcək, çünki batpresimiz orijinaldır və başqa heç bir problem yoxdur. Ona görə batpres dəyişmək istəmirəm. Bunu nətərsə təmir eləyəcək. Eləyəndə sizə də çəkib göstərəcəm. Çox söhbət elədim, gəlin gedək Camal Ustanın yanına. İndi onu dəyişdi, daçki. Görün, burada məsələ həll olacaq, yoxsa yox. Özüm də birinci səfərdir bu söhbətlə rastlaşıram. Tak. Arada da baş qalar. Ay, sağ ol. Sıfırlayırıq, görək. Hər dəfə burada gəlirdi, haradasa ilişirdi. Görüm, indi gələcək, yoxsa yox. Okey, mən baxım. Gözləyirəm, bilmirəm elə, görüm. Nəticəni paylaşacağam. Belə ki, Camal Ustanın yanından çıxdıq. Düzəlmədi. Yəni, dəyişdim, amma daçki dəyişməni dəyişdim, amma aşıbqa getmədi. Bir-iki dəfə də yoxladım sıfırlamağı, getmədi. Sıraz dosta zəng Nuranı yığdım, Cipbaku. Dedi ki, abi o elə olmur, o adaptasiya istəyir. Dedim, okey, indi haçansa da Nuranın yanına təzdən gedəcəm bu adaptasiya məsələsinə görə. Bu daçikdən də mənim canım qutarsın. Başqa nə deyə bilərəmsə, indi isə gedirəm Hikmət Ustanın yanına. Orada artıq biraz işlərimiz var, elədikcə də çəkib sizə göstərəcəm. Getdik. Svetofor da açıldı. Pribora da hələ də öyrəşə bilməmişəm. Hələ də ortadakı elektronlu sürətə baxıram, ya da head-updakı sürətə baxıram. Elə yavaş-yavaş öyrəşərik. Gördüyünüz kimi Hikmət Usta yanımdadır. Buradayıq. Hardayıq? Qarajda. Universal qarajdayıq. Mənzərəyə baxın bir dənə. Hoppa!